Mən Tağıyev Rasim Sabiroğlu Sarxanbəyli kəndində yaşayıram. Bizim qazımız yoxdur. Məcburuq. Yəni həyətdəki meyvə ağaclarının, söküd ağaclarının, kölgənəcəyi, daldanacağı kəsib odun kimi istifadə eləyək. Çox çətinlikdir. Həddindən artıq həqiqətən ağırdır bizim kəndin vəziyyəti. Nə də sahələr, çöl sahələrdəki yulğun ağaclarında qırmağa qoymurlar. Yəni cərmələyirlər. Əlacımız ancaq qalıb həyətdəki meyvə ağaclarına, həyətdəki ağaclara. Ondan başqa bizim ümidimiz bir yerə çatmır. Odun da həddindən artıq bahadır. Almaq mümkün deyil. Bir maşın odun təxminən belə deyək, hardasa 400 manat, 500 manat tutur. Bir maşın təxminən bizə də bu qışı çıxartmaq üçün 3 maşın, 4 maşın odun lazımdır. Körpəsi olan var. Şəxsən mənim evimdə belə deyək 6 körpə nəvəm var. Mən onu belə deyək imkanım olan yerə qədər bu meyvə ağacları ilə qızındırıram. Olmayan ayaqda da elektrik enerjisindən məcburuq istifadə eləyək. O da həddindən artıq çox baha başa gəlir. Yəni işıq pulunu da ödəyə bilmirik. Getir odunla bana. Vurum. Var. Vurum. Hay. Arkadaş oğlu. Xəstə xalonda var gördün. Xəstə arvadda odun da gətirə bilmir. Hal-hazırki məşqçilə bilirsiniz, Valdan Stambrauskas. Yerli klublardan hansı papaqlısınız ki? İliç, B. Vasili Berizovski, C. Murad Musayev. Sarxanbəyli kənd sakini İmanov Fərhad Bəbulluoğlu. Fərhad, qazız yoxdur. Bax, nədən istifadə etsin? İstifadə deyəndə ki, istifadə heç nə qalmıyor. Bir həyətdəki odun ağaclardan başqa. Onu da kəsirik, ballarımız qalır ona tamarzı. Gücünə göyərtdiyimiz, suyun olmadığı vaxt, gücünə göyərtdiyimiz ağacı kəsib qışda qızınmaqdır bizimki. Çöl sahələrə çıxırsan, yulğunamır, şaxsı ödəyəmir. Götürəsən, onda da cərimə gəlir bizə, işığı yandırırsan, nə bilim, deyək, yadı ötürmüsən, bebilə çıxır, onu da eləyə bilmirik. Rab belə, pis gündə, pis rüzgardı yox. Bebilə evdir. Bax ki, axşam işıq yandırmır. Niyə? Gücü çatmır yandırmağa. Ona görə ki, qızmağa heç nə yoxdur. Əhali pis gündə hələ taxılır bir yerə. Mən şəxsən özümdən deyirəm. 6 baş ailə sahibiyəm. 6 başı 4 metrəlik bir otaqda saxlayıram. Nə üçün ki, ikinci otağı qızdıra bilmirəm ki, gəlin və yaxud oğlum sərbəst yaşasın, sərbəst qızınsın. Onu eləyə bilmirəm. Ona görə sizdən bir artıq xahiş edirəm insani cəhətdən. Bizə köməkli əlinizi uzadın, biz bu bəladan qutaraq. Var, yaxında qaz keçir, İrandan güya gəlir, qabaq oradan Salyana verirdi, Salyan. Ancaq bizim kəndə qaz yoxdur. Nə də görməmişik, indiyə kimi Sovet hökuməti vaxtında görməmişik, indi də görməmişik. Hansı variant yapılacaq? Birinci verilişimizdə də redaktor ilə bunu bölüşdüm. O dedi ki, bu növbəti mövsümə əla xəbər oldu. Əla bir sual ola bilər. Sabah hansı məşqçilər təhsil üçün tələb olunan məbləğ milyonların şousu verildi. Əlbəttə, mənim abunlarından izləyən Sumqayıt.
Yani indi. Ama ekmişim bak, çınarım da sonra bakın, çekmişte sonra çekmişim ki yani ekmişim. Güzel bir şeyimiz ola inşallah. Baktı, yani bu çekişler yok değil mi? Buzan kenarda öyle beraber yani Kavga yoktu.